Düşünürəm ki, çox faydalı və önəmli tədbirdir. Yəni partiya, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, media nümayəndələri və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin işğaldan azad olunan ərazilərə gəlməyimiz, buraları görməyimiz həm bizim üçün önəmlidir. Niyə bu torpaqlar illərlə əsrə qalmış? Eyni zamanda da mən düşünürəm həm dünya ictimaiyyətinə də bir mesajdır ki, artıq bu yerlər barədə fikirlərini dəyişsinlər. Yəni kimlərsə xam xəyalları varsa ki, yenidən qayıdacaqlar, yenidən məsələləri qaldıracaqlar, unutsunlar. Yəni biz həm Azərbaycan xalqı olaraq bu yerlərə qayıtmışıq və bu səfərdən də onun göstəricisidir. Eyni zamanda ki, ev sahibləri evlərinə gəlsin. Hamıya belə deyim, uğur arzulayıram və təşkilatçılara da təşəkkür edirəm ki, belə möhtəşəm